şəhər deyil, Şuşa tariximizin, irsimizin simvoludur. Və Şuşa DOST-da işləmək isə bu arzunun gerçəkləşməsində mükəmməl bir fürsət idi. Mən Xələbzadə Könül Tofiq qızı, əslən Xocalındanam. 1997-ci ildə Göygöl rayonunda dünyaya göz açmışam. 1992-ci ildə Xocalı rayon işğal olunandan sonra valideynləri məcburi köçkün şəklində Göygöl rayonunda məskunlaşmışdı. Tələbəlik dövrüm çox aktiv şəkildə Xocalı faciəsinin həqiqətlərini çatdırmaq üçün müəyyən işlər görmüşəm və bunun bağlı müəyyən tədbirlərdə iştirak etmişəm. Və torpaqlarımız işğaldan azad olunandan sonra mən belə bir fikri səsləndirmişdim. Mənim ən böyük arzum doğma Qarabağımızda, Şuşamızda vətəndaşlara xidmət göstərməkdir. Şuşa DOST filialının əməkdaşı olaraq vətəndaşlara göstərdiyim xidmətin keyfiyyəti əsas dəyərim və hədəfimdir. Artıq Şuşa mənim karyeramda, uğur hekayəmin növbəti başlanğıcıdır. Orada həm işləmək, həm karyeramı, hədəflərimi müəyyən istiqamətdə aparmaqla yanaşı öz gələcəyimi, gəncliyimi artıq azad və abad Qarabağımızda görürəm.